Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əzizov, karyer məsləhətçisi. Karyer məsləhətçisi kimdir? Karyer məsləhətçisi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsə deyilir. Sizə görə iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən faydalanmaq, yararlanmaq üçün isə mənə özeldən yaza bilərsiniz və yaxud da videonun üzərində görülən əlaqə vasitəsilə yaza bilərsiniz. Ümumiyyətlə, bugünə olan bəzi iş elanlarından çox cüzi bir hissəsindən sizi tanış eləmək istəyirəm. Misal üçün, mühasib işi var, təcrübəçi olaraq yoldaşlar. Əgər aranızda gənc varsa, 20-30 yaş aralığındadırsa, ali təhsili varsa mühasibatlıq üzrə və bu sayədə karyera qurmaq istəyirsə, buyurub müraciət edə bilər. Sonra könüllü işi var yoldaşlar, Unibankda 3 aylıq bir könüllü proqramdır. Həm full time, həm də part time olaraq işləyə bilərsiniz. Sonra tibb bacısı işi var. Bu isə 400-500 manatlıqdır, bir stomatoloji klinikadadır. Bundan əlavə olaraq rekruter işi də var Unibankda yoldaşlar. Həmçinin bir başqa iş də var yoldaşlar. O iş də budur ki, ümumiyyətlə qeyd edelim ki, sürücü işi də var bu arada. Bu isə yoldaşlar Kapital Bankdadır. Bu məlumat xidməti üzrə kiçik mütəxəssis işidir, amma göyçək feildə alman lazımdır. Çox xatırlayıram. Deməli, təmizlikçi işçisinə də ehtiyac var yoldaşlar. Kişilər üçündür amma bu Paşadadır bu da. Başqa bir də Bellman işi var. Yəni Hilton otelindədir. Bellman işi də o deməkdir ki, bu otelə turistlər, qonaqlar gələndə onların çantasını yuxarı mərtəbəyə daşıyan və yaxud da nəqliyyat vasitəsinə qədər aparan bu tipli işlər görən bir şəxsə deyilir. Bundan əlavə bir də yoldaşlar, belə bir iş də var. Ümumiyyətlə işlər çoxdur. Mən sadəcə çox cüzi bir hissəsini bildirirəm sizə, ümumi tanışlıq eləmək üçün. Amma yəni sizin axtardığınız iş üzrə sizə özəl dəstək verə bilərəm. Özəl dəstəkdən də yararlanmaq üçün çatda əlaqə vasitəsi qeyd oluna bilər. Yaxud da videonun üzərində qeyd olunan əlaqə vasitəsindən yaza bilərsiniz. Misal üçün elektrik işi var Sokarda. Daha sonra kassa xidməti üzrə işçiyə ehtiyac var yoldaşlar. Kassa xidməti üzrə ehtiyac var işçiyə, özə kiçik mütəxəssisə, Unibankdadır bu misal üçün. Bundan əlavə operator işi var Veysəloğlu'da yoldaşlar. Operator işi var. Ümumiyyətlə, operator işləri kifayət qədər qanedici olur, yəni kifayət qədər sayda olur. Əgər siz çağrı mərkəzi operator işi axtarırsınızsa, elə işlər kifayət qədər olur. Bu da misal üçün operator işi bu Veysəloğlu'dadır. Növbəti iş sürücü işi olmalıdır, səhv hatırlamıramsa. Bəli, sürücü işidir. Bu Sabunçu rayonundadır. 650-700 manatlıq bir sürücü işidir. BS tələb eləyir. Amma B-niz varsa da B-nin də müraciət eləmək olur. Yəni C əlavə üstünlük kimi sayılır, amma yəni olmasa da problem deyil. Sonra Azərsun'da yoldaşlar agronom işi var. Rayonda olmalıdır bu iş yoldaşlar. Biləsuvar rayonundadır, bəli. Sonra marketing asistenti işi var yoldaşlar. Yəni marketing sahəsinə marağınız varsa, o halda bu marketing işinə müraciət edə bilərsiniz. Bu Bescom qrupdadır yoldaşlar. Bundan əlavə başqa iş ekspeditor işi var. 700-1500 manat aralığındadır bu. 25-38 yaşlı uşaqlar üçündür. Bu ekspeditor işidir. Yəni sürücülük nəqliyyat vasitəniz olmalıdır. Həmçinin sürücülük vəsiqəniz olmalıdır. Həmçinin satış sahəsində minimum 1 illik iş təcrübəniz olmalıdır. Əgər aranızda sürücü olan varsa, şəxsi maşını olan varsa, 25-38 yaşlı olan varsa və satış sahəsində minimum 1 illik iş təcrübəsi olan varsa, buyurub müraciət edə bilər. Sonra kommersiya üzrə direktorun köməkçisi var yoldaşlar. Bu Bakıda Distribution şirkətindədir. Bir də yoldaşlar, belə bir iş də var. Ümumiyyətlə qeyd edelim ki, işlər ancaq bundan ibarət deyil də yoldaşlar. Yəni düşünməyin ki, elə ancaq sadaladım 5-10 dənə işdən ibarətdir hal-hazırda. Xeyr, gün ərzində yüzlərlə iş elan olur. Mən sadəcə ümumi tanışdıra bilmək üçün bunları bildirirəm sizə. Misal üçün, Y kateqoriyalı sürücü işi də var.
Bu logistika şirkətlərindən birindədir. 900-1100 manat aralığında bir işdir. Bu 21 yaşdan yuxarı şəxslər üçündür. Y kateqoriyası üzvlük vəsiqəniz olmalıdır. Yükdaşıma sahəsində minimum 3 illik iş təcrübəniz olmalıdır. Belə bir işdir. Bu və bənzəri iş elanlarla tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınıza dəstək eləmək üçün mənə özeldən yaza bilərsiniz. Sağ olun, salamat qalın. Özeldən yazmaq üçün videonun üzərində əlaqə vasitəsini görürsünüz. Diqqət eləsəniz, yazı gedir. Sağ olun.